Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizə Xırdalan şəhərində Düz prospektin qırağında məktəb 5 saylı məktəbin yanında belə bir möhtəşəm 2 mərtəbə 4 otaqlı evimiz çıxıb satışa. Hörmətli izləyicilər, evimiz əşyalı satılır, elektrik avadanlıqlar çıxmaq şərti ilə. Qonaq otağın genişliyini görürsünüzmü? Pəncərəsi həyətə baxır. Evin pəncərələri bütün hamısı açıq havaya baxır. Yəni qarşısında heç bir maneə yoxdur. Qonaq otağı geniş kvadratdadır gördüyünüz kimi. Evimiz cütdaşla inşa olunub, təmirə ehtiyac yoxdur. Hal-hazırda tam mülkiyyət, torpağın da, evin də kupçası olan bu evin satış qiymətin qabaqca sizə deyəcəm. Axıra kimi izləyin. Birinci mərtəbənin hamam otağıdır, hörmətli izləyicilər, gördüyünüz kimi. Həmçinin ikinci mərtəbədə də hamam otağı var. Pilləkənin altı qaladovkasıdır, gördüyünüz kimi, hörmətli izləyicilər. Mətbəxi genişdir, pəncərə qarşısında maneə yox, divarla arası harasa 2-1 metr məsafə, gördüyünüz kimi evin böyür tərəfi də bu evə aiddir. Evimiz əşyalı satılır. Qeyd edim deyim biləsiniz. Qalxağın evimizin ikinci mərtəbəsində həyətinə 2 maşın daxil ola bilən həyəti var. Qeyd edim deyim biləsiniz. Axıra kimi izləyin. İkinci mərtəbəyə qalxarkən ikinci mərtəbədə hamam otağıdır. Gördüyünüz kimi belə bir geniş hamam otağıdır. Yataq otaqları normal kvadratdadır. Mebelin böyüklüyünü görürsünüz, hörmətli izləyicilər. Bu mebellər hamısı qalacaq. Yenidir mebellər. Az istifadə olunmuş mebellərdir. Pəncərə qarşısında heç bir maneə yox. Günəş işığı düşür. Evimiz əla 4 otaq, Düz prospekt qırağında, 5 saylı məktəbə yaxın, Avparkın düz yanında, məktəb, marşrut, hamısı genişli, böyük. Yəni elə bir yerdədir ki, yəni bu ev qaçılmaz evdir. Alınmalıdır bu ev. Kim istəsə gəlsin alsın. Böyük valideyn yataq otağı görürsünüz kimi birbaşa eyvana çıxışı var. Burada da kondisioneri var. 2 kondisioneri var. Qonaq otağında, valideyn yataq otağında kondisioneri var. Bu da eyvanımız gördüyünüz kimi. Tam əşyalı elektrik avadanlıqlar çıxmaq şərtindən bu ev satışdadır. Xırdalan şəhərinin gözəl bir yeridir. Əla bir yeridir. Quru bir ərazisidir. Burada evimizin 3-cü otağıdır. Buna da demək olar qonaq otağı. Pəncərəsi bina evin qarşı tərəfinə baxır. Keçən həyətini çəkib göstərək sizə. Hörmətli izləyicilər, evimizin çöl fasad görünüşü gördüyünüz kimi evimiz qonşu evinə aralı məsafədir. Yəni arasından keçib evin arxasına keçməyi olur. Qeyd edim deyim biləsiniz. Həyətinə 2 maşın rahatçına daxil ola bilən yerdən bir 4-5 daş kürsülü zirzəmiyə giriş buradandır. Kombisi burada 2 kondisionerli qiymət bilsiniz. Havayı 126 min manata bu ev bir otaq bina evinin qiymətinə olan belə bir evdir. Adi kristalda bir otaq 38 kvadrat evi 110 minə verirlər. Bu da 126 minə əşyalı satılır da. Nə istəyirsiniz? 055 555 10 39 nömrələrə saxlayın. Bu evə sahib olmaq sizə həmən dəqiqə gəlin alın. Sağ olun.